Bura mənim doğma kəndimin, Qazıqumlaq kəndimin ərazisidir. Buradan dəmir yolu keçir. Necə ki, Lənkəranda var dəmir yolu. Eynən burada da var. Bu Gəncə istiqamətidir. Günün batışıdır. Bu sahələrdir. Burada traktor işləyir. Bu Bakı istiqamətidir. Bakıya gedən yoldur. Lənkərandan fərqli olaraq burada qoşa yoldur. Tək yol deyil. Gəncədən, Gəncə istiqamətindən gələn budur. Bakı istiqamətindən gələn budur. Bura bizim bağımız vardı biz uşaq olanda. İçində tut ağaçları, gəl ağaçları var idi. İpək qurduna biz baxardıq. Bu dəmir yolun üstü ilə çox ot daşımışıq, ağac daşımışıq. Bu hündür ağac var orada görürkən. Onun o yüzü bizim həyətdir. O tərəf bağdır. Yəni kifayət qədər yol var arasında. Nəzərə alanda ki, yüklə daha çətin olur, amma atam, qardaşım, anam bunlar dövlət içində işləsələr də işdən sonra kənd sərfətına biz də uşaq olanda kömək eləmişik. Atam gilə. Uşaqlıqdan belə gəzmişəm mən. Burada maraqlı gəlib mənə dəmir yolu.